Değerli hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 06 həvəskarları sizlər üçün Göyçay maşın bazarında Vaz 2506 markalı avtomobilin çəkişini eləyəcəm, amma maşın sahibindən qısa bir məlumat alacağıq. Yanımızda salam aleyküm əmi, sabahınız xeyir olsun, bazar olsun. Çox sağ ol. Məlumat alaq zəhmət olmasa. 81-ci. Aha, 1981-ci. 1981-ci ildir qardaş. Aha, motorun 11-dir. Motorun 03. 03'lü, karobka 4'dür, 5. Karabka 4. 4'dür. Motorda yağ yeməyi. Yoxdur. Karobkada atmağı. Heç bir şey. Difirində səsi. Yoxdur. Yoxdur. Lavaskoy maşın. Periodok sistemi, xadavoy sistemi. Hamısı əla Bir vəziyyət. dənə yüngül kosmetik şey ehtiyacı Bəli, var. bəli. Qiyməti nədir? Qiyməti 4000. 4000-ə deyirsiniz, Bəli. yoxsa sonu 4000? Yox, deyirik. Deyirsiniz. Yəqin ki, razılaşma olacaq. Bəli, bəli. Telefon nömrəsini eşidək. 050 Aha. 604 27 26. 050 604 27 26 adınız? Ramil. Ramil əmmiz. Maşına harda baxmaq olar? Göyçay rayonu Yalman kəndi. Göyçay rayonunun Yalmançə və Göyçay ərazisi. Bəli, bəli. Hansısa yəni bu günlərimdə maşın bazarında olur bildiyiniz kimi. Hansısa maşınla barterə gedərsiniz Ramil əmi, yoxsa Yox, pula yox, ehtiyac? pula Pula ehtiyacı var. Ramil əmdən məlumatları aldıq və biz təkrarlayaq 81-ci ilin istehsalıdır. Maşının sahibinin verdiyi məlumata görə motor, karobka, xadavoy sistemi difirində, yəni problemi yoxdur. Difirdə səs yox, motor yağ yemir, karobka atmır. Bazar qiyməti bugünkü günə olan bazar qiyməti 4000 start qiymətlə çıxıb bazara. Zavodskoy maşın sahibi qeyd edir ki, zavod maşındır, yəni dəyişəni vurğu dalı olmayan bir maşındır. Salona nəzər yetiririk. Baxırıq. Salon normal vəziyyətləri. Yüngül kosmetik işə ehtiyacı var. Amma istəyən şəxs bu vəziyyətdə də idarə eləyə bilər. Necə ki, maşın sahibi bu vəziyyətdə idarə eləyir. Mühərrik yerini qaldırmamışdım, üzr istəyirəm. Və bu da maşınımızın mühərrik yeri. 03 motordur, yağ yeməyi falan yoxdur, akkumulatoru normal. Belə çəkdim, göstərdim. Maşın sahibi Ramiləmiz də məlumatları qeyd elədi. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. 66 seriyadır. Yevlax əhalisinə də buradan atəşli salamlar.